çox istər. Yəni niyə də yox? Məsəl üçün deyirsən ki, tutaq ki, 600 bal yığım. Niyə 600 bal yığasan? Yəni 700 bal yığım. Niyə də yox? Məsələn, mən həmişə hədəfimi 680 plus tutmuşam, təbii ki, prosta 664 bal yığmışam. İndi də ola bilər talihsizliklərlə dolu da həyat. Təbii ki, buna qismət demək olarmı? Olmaz. Belə bir söz var. Anam, tabii ki. Belə bir söz var. Deyir ki, bəzi şeylər qismətin ötəsindədir, çaba gərəkdirir. Eşrefliyadan götürmüşəm bu arada sözü. Və çox yaxşı sözdür. Təbii ki, yəni hər şey sənin qismətində deyil axı. Məsələn, ola bilər kasıb ailədə olursun, artıq qismətdir. Yəni sənin əlində deyilsə, qismətdir. Yox, sənin əlində olan bir şey niyə qismət deyəsən? Yəni hər şey qismətin üstə yıxırsansa, deməli belə deyək də, özünə təsəlli verirsən. Yəni təsəllilərlə kifayətlənməyin. Yəni bir şey bacarmırsansa, günah səndə də olur. Yəni o demək deyil ki, qismətdir. Yəni təbii ki, bəzi insanlar var ki, yəni potensial yoxdur yüksək bal yığmaq üçün. Okey, yəni sənin potensialın olurlar. Yox, deyirsən ki, bu qismətindir. Əziyyət çəkmirsənsə, yəni bu sənin bir növ öz necə deyirlər, günahındır ki, sən onu bacarmırsan. Sonra başqa istədiyim ki, universitetin